Baxın nə gözəl bir fayda. Sənin Allaha ucaltdığın qədər Allah da səni ucaldar. Nə deməkdir Allahı ucaltmaq? Nə qədər dəyər verirsən Rəbbimizin buyruqlarına. Nə qədər dəyər verirsən, Rəbbindən qorxursan, onun haramlarından çəkinirsən, Rəbbinə dəyər verirsən həyatında. Sən Rəbbini nə qədər ucaldırsansa, Allah da səni o qədər ucaldar. Baxın, nədir İbn-i Cevz rəhiməhullah? Dinləyin, təcrübə edib görmüş birinin nəsiyyətini. Siz Allah Teala nə qədər ucaltsanız və onun dərəcəsi nə qədər böyütsəniz, o da sizin dərəcənizi və hörmətinizi böyüdər. Subhanallah. Deyir ki, mən elələrini gördüm ki, ömrünü elmə sərf edib, qocalığa çatmışdılar. Amma sonradan həddi aşdılar, haramlarda, gizli haramlar etdilər və dəyərsiz oldular. Artıq insanların nəzərində onların çox elmi və mücadiləsi belə dəyər daşımırdı. Sən Rəbbini ucald. Həm də mən elələrini gördüm ki, Allahı gizli hallarda belə gözdən qaçırmırlar, yəni gizli günah etmirlər. Halbuki elmdə həmin alimlərlə nisbətə çox zəif idilər. Amma Allah onların dərəcəsini qəriblərdə ucaltdı. Onları nüfuzlu etdi. Yaxşılıqdan artıq bir sifətlə zikr edilmədilər, ancaq yaxşılıq. Ona görə də nədir? Rəbbini razı sal, dərdinə olsun.